İnternetdə belə bir şərhə rast gəldim. Bir nəfər yazırdı ki, bütün bəlalarımız dindən, Allahdan uzaqlaşmağımızdan irəli gəlir. Digər bir izləyici isə ona cavab olaraq qeyd etmişdi. Yaponiyada və Avropada İslam dini yoxdur. Bəs nə üçün onlar belə yüksək yaşayış səviyyəsi qurublar və bizim qədər bəlalara düçar olmayıblar? Əslində cavab yazan izləyici kifayət qədər məntiqli arqument irəli sürür. Doğrudur, Yaponiyada və Avropada bizim adətən başa düşdüyümüz formada, yəni bizdə qavranıldığını kimi, İslam dini yoxdur. Lakin reallıq budur ki, onlar daha ədalətli cəmiyyətlərdə yaşayır və yaşayış səviyyələri də xeyli yüksəkdir. Bu vəziyyətin səbəbi barədə düşünən varmı? Ümumiyyətlə, İslam deyəndə biz nəyi başa düşürük? Spirtli içki içməmək, donuz əti yeməmək, namaz qılmaq, oruç tutmaq və imkan daxilində həcc ziyarətinə getmək. Əksəriyyətimiz İslam anlayışını məhz bu çərçivədə qəbul edirik. Üstəlik, saqqal, qısa şalvar və s. kimi zahiri görüntülər də çox vaxt dinin əsas göstəricisi kimi təqdim olunur. Halbuki, Qurana baxdıqda tam fərqli bir mənzərə ortaya çıxır. Quranda yüzlərlə qayda var və bunlar təkcə ritual xarakterli deyil, birbaşa gündəlik həyatı tənzimləyən fundamental həyat prinsipləridir. Quranda açıq şəkildə buyuruluq: ədalətli olun, ölçüdə çəkidə aldatmayın, günahsız insanı öldürməyin, hakimləri pulla ələ almayın, yetimin malını yeməyin, yalan danışmayın, doğru şahidlik edin, israfçılıq etməyin, xəsis olmayın, zalıma meyl etməyin. Əslində, ədalətli olmaq elə zalıma meyl etməməkdir və s. Bu kimi yüzlərlə əsas prinsip mövcuddur. Hamısını burada sadalamaq mümkün deyil. Quranı oxuyaraq bunlarla birbaşa tanış olmaq olar. İndi isə əsas sual yaranır. Bəs biz bu qaydalara əməl edirikmi? Yetimin malını yemirikmi? Doğru şahidlik edirikmi? Hakimləri pulla ələ almırıqmı? İsrafçılıq etmirikmi? Ədalətli oluruqmu? Açıq etiraf etməliyik ki, xeyr. Görünən odur ki, bu elementar qaydalara əməl edilmir. Belə olduğu halda, ədalətli və səviyyəli bir cəmiyyətin formalaşmasını gözləmək nə dərəcədə məntiqlidir? Görünür, bütün bəlalarımız elə bundan qaynaqlanır. Bu məqamda bəziləri deyə bilər ki, siz Quran ayələrinə istinad edirsiniz. Bəs onlar Quran oxumayıblarsa, necə belə cəmiyyət qurublar? Cavab sadədir. Ədalətli məhkəmə sistemi, şəffaf seçkilər, qanunun aliliyi və ictimai məsuliyyət sayəsində. Halbuki bunlar, Quran-ı Kərimin bizdən tələb etdiyi əsas prinsiplərlə tam üst-üstə düşür. Ədalət tərəzisi elə Quranın özüdür. Onların bir çoxunun Qurandan birbaşa məlumatı olmasa da, cəmiyyətləri minillər boyu səmavi kitabların təsiri altında, səmavi kitablarda yer alan bu ümumbəşəri dəyərlər əsasında formalaşıb. Deməli, onlar dinin mahiyyətində olan ədalət prinsipinə müəyyən qədər əməl etdikləri üçün bu səviyyəyə çatıblar. Yeri gəlmişkən, Avropa ölkələrinin əksəriyyəti İbrahimi dinlərə mənsubdur, kitab əhlidirlər. Biz də eyni mənbədən gələn bir dinin daşıyıcısıyıq. Fərqlər əsasən rituallardadır. İndi isə qayıdaq öz problemimizə. Biz dinin ədalətli ol çağırışı və onun bəşəri dəyərlər hissəsini arxa plana keçirmişik. Daha doğrusu demək olar ki, unutmuşuq. Qalan isə ancaq rituallardır. Halbuki, Qurana görə, İslam yalnız rituallardan ibarət deyil. Maraqlıdır ki, onlar Qurana sahib olmasalar da, kitab əhli istisna olmaqla, onun dəyərlər hissəsinə daha çox əməl ediblər. Bu səbəbdən də belə cəmiyyət qurublar. Burada sual yarana bilər. Əgər onlar artıq belə cəmiyyət qurublarsa, o zaman Qurana, Allaha inanmağa ehtiyac qalmır ki. Hətta bu qaydalar zamanında səmavi kitabların sayəsində formalaşsa belə. Sual yerində verilmiş sualdır. Ancaq onların qurduqları bu cəmiyyət tam idealdırmı? Əlbəttə ki, yox. Ümumiyyətlə, dünyada tam ideal cəmiyyətlər yoxdur. Hətta onların da ciddi çatışmazlıqları var. Bəs onlarda bu çatışmazlıqlar nədədir? Ümumiyyətlə, insan səmavi kitabların müəyyən etdiyi sərhədlərə tam riayət etmədikdə, bu sərhədləri aşır və nəticədə ədalətsiz, cəmiyyəti uçuruma aparacaq qanunlar meydana gəlir. Məsələn, Avropada bəzi azlıqlara həddindən artıq azadlıq verilməsi və ya yüzlərlə insanın ölümünə səbəb olmuş şəxslərə həddindən artıq mülayim yanaşılması. Bəzi əxlaqi normalar, hansı ki ailə institutunu dağıdır və s. Bu kimi hallar gələcəkdə ciddi fəsadlara yol aça bilər və mütləq açacaq. Bu proseslərin nəticəsini zaman göstərəcək. Deməli, dinin istəyinə, bizim nümunədə bu Qurandır, tam əməl olunmadıqda fəsadlar qaçılmazdır.
istər onların cəmiyyətində, istərsə də bizimkində. Kitabı bütöv şəkildə qəbul etmədikdə, cəmiyyətlərin bu vəziyyətə düşməsi qaçılmazdır. Burada şübhəsiz ki, bizim nümunədə əlbəttə din xadimlərinin də məsuliyyət payı var. Kitab insanlara tam şəkildə çatdırılmayıb. Bu maraqlardan irəli gəlirmi, yoxsa bilik çatışmazlığından? Bu artıq ayrıca müzakirə mövzusudur. Ümumiyyətlə, biz İslam deyəndə bunu anlamalıyıq. Kitabı bütöv olaraq parçalamadan qəbul edib, dinə bütöv şəkildə əməl etməliyik ki, ədalətli, ideala yaxın bir cəmiyyət quraq. Əks halda bu mümkün olmayacaq. Bəlkə rituallara əməl etdiyimiz kimi, Quranda yazılmış digər elementar qaydalara, ədalət prinsiplərinə də əməl edək. Bu sadəcə xatırlatmadır. Necə ki, Quranda yazılıb. Sən xatırlat, xatırlatmada fayda var.